D vitamini qəbul edir, amma faydasını görmürsünüz. Deməli, bu səhvləri edirsiniz. Məsələn, D vitaminini səhər ac qarnına içməyin. Çünki D vitamini yağda həll olunan bir vitamindir. Səhərlər yağlı yeməklərdən sonra, məsələn, yumurta, zeytun yaxud da ki, kərə yağından sonra D vitamini qəbul eləsəniz yaxşı olar. D vitaminini axşam qəbul eləməyin. Çünki D vitamini qanda melatonin, yəni yuxu hormonunun azalmasına, bu da sizin yuxunuzun qaçmasına səbəb olur. D vitamininin ən ideal qəbul vaxtı səhər saatlarıdır. Qanda dəmir və maqnezium az olanda D vitamini qana yaxşı sorulmur. Yəni D vitamini qəbul edirsinizsə, bu iki mineralı nəzərə alın. Əgər azdırsa, mütləq onları da qəbul eləyin. D vitaminini hər zaman eyni dozada qəbul etməyin. Bildirim ki, D vitamininin iki dozası var: profilaktik və müalicəvi. Əgər sizdə D vitamini defisiti varsa, profilaktik dozada qəbul etdiyiniz D vitaminləri effekt verməyəcək. Yox, müalicə dozası isə düzgün aparılmadıqda nəticə almaq çətin olur. Əgər bədəninizdə D vitamini azlığından şübhələnirsinizsə, yəni əzələ və sümük ağrıları, xroniki yorğunluq, saç tökülməsi və immun sisteminin aşağı düşməsi halları varsa, bu zaman siz həkimə getmədən, yəni profilaktik dozada Multizan D3 10.000 vahid tabletlərini həftədə bir dəfə səhər yeməklərindən sonra qəbul edə bilərsiniz. Həftədə bir tablet qəbulu 1400 vahid eləyir. Bu da ki, sizin gündəlik olaraq D vitamininə olan ehtiyacınızı ödəyir. Əgər bədəninizdə D vitamini defisiti varsa, qəbul etdiyiniz profilaktik doza sizə kifayət eləməyəcək. Bunun üçün siz mütləq D vitamini analizi verməlisiniz və analiz vermisiniz. Nəticə 30 nanoqramdan aşağıdırsa, bu zaman Multizan D3 10.000 vahid tabletlərini həftədə 2-3 dəfə qəbul edə bilərsiniz. Müalicə dozasını həkimlə məsləhətləşsəniz yaxşı olar. Bir də ki, D vitaminin müalicə dozası bitdikdən sonra onu dayandırmayın. Çünki bu zaman qanda D vitamininin səviyyəsi kəskin şəkildə aşağı düşə bilər. Müalicə dozası bitdikdən sonra bir müddət profilaktik dozanı davam elətdirsəz yaxşı olar. İngiltərə istehsalı olan Multizan D3 10.000 vahid tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.